Rusiya arxivlərində Azərbaycanlıların Ermənistandan deportasiya olunmasına dair çoxsaylı sənədlər mövcud olsa da, rəsmi Moskva hələ də bu sənədləri ictimaiyyətə təqdim etməkdən çəkinir. Belə ki, TV xəbər yekunun Azərbaycanlıların deportasiyası ilə bağlı Rıqaspidəki sənədlərin video çəkilişini aparmaqla bağlı müraciətinə arxivdən sizi maraqlandıran sənədlərə çıxış səlahiyyətli maraqlı orqanların rəyi əsasında verilə bilməz cavabı gəldi. Rusiya Dövlət Arxivindən də buna bənzər bəhanə ilə həmin sənədlərin çəkilişinə icazə verilmədi və ümumilikdə arxiv sənədləri öyrənilməsi üçün təqdim olunmadı. Bununla belə Ermənistandan Azərbaycanlıların zorla köçürülməsi ilə bağlı arxiv sənədlərinin bir hissəsinin yerləşdiyi Rusiya Dövlət İqtisadiyyat Arxivində çətinliklə də olsa həmin sənədlərlə tanış olmaq imkanı əldə etdik. Bu arxivdə Azərbaycanlıların deportasiyası ilə bağlı unikal sənədlər mövcuddur. Həmin sənədlərdə Ermənistan Sovet Sosialist Respublikasının konkret olaraq hansı rayonlarından, həmin rayonların hansı kəndlərindən nə qədər Azərbaycanlı ailənin Azərbaycanın Kür-Araz ovalığında yerləşən rayonlara köçürülməsi, həmin prosesdə baş verən çətinliklər,